Abşeronda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Masazır qəsəbəsinin Yeni Bakı yaşayış massivində, yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, Sahil Nuriyev məhz bu ünvanda 18 yaşlı Hüseyin Vəliyev tərəfindən amansızlıqla qətlə yetirilib. Qətl hadisəsi tatu borcu üstündə törədilib. Belə ki, 33 yaşlı Sahil Nuriyevin kəsici deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İbtidai istintaq zamanı qətlin 18 yaşlı Hüseyin Vəliyev tərəfindən törədildiyi məlum olub. Qeyd edim ki, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalara başlanılıb və araşdırma zamanı hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, qətlə yetirilən şəxsin qardaşı tatu ustası olub. Məhz hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Hüseyin Vəliyevlə məhz burada borc üstündə mübahisələri düşüb. Elə hər şey də bundan sonra baş verib. Qardaşının davasına qoşulan 33 yaşlı Sahil Nuriyevi 18 yaşlı Hüseyin Vəliyev bıçaqla kürəyindən vurub. Mərhum xəstəxanada dünyasını dəyişib. Vallahi eşitdiyimə görə 2 dənə cavan oğlanlar bir-birini bıçaqlayıblar. Nəyin üstündə onu dəqiq mən bilmirəm. Həqiqi deyirəm də. Bu dünən olub? Dünən olub da, axşam olub deyirlər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Hüseyin Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Nizam Rəsulov xüsusi olaraq Dinaz TV üçün.